Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart 2026-cı il tarixində planlaşdırılan bütün reyslər ləğv olunub. Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədi ilə Bakıdan Türkiyənin Iğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin Iğdır aeroportundan Naxçıvana və əks istiqamətdə daşınması üçün xüsusi avtobuslar təşkil edilib. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcəkdir. 5 mart 2026-cı il tarixinə Bakı-Iğdır-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəlində bütün saatlar yerli vaxtla qeyd edilib. Sərnişinlərdən uçuşdan ən azı 1 saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş olunur. Azal mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqdır.